Bugün 36 yaşım tamam oldu və bu gözəl günü doğmalarla birgə qeyd etdim. Məkan olaraq Nişantaşının eyni adlı geniş kabinetini seçmişdim. Qonaqlar bir-bir gəlir. Əllərdə hədiyyə, dillərdə təbrik, gözlərdə sevinç. Deyirəm adamın hər gün ad günü ola. Ləzzət eləyir də. Hədiyyə və təriflər göydə uçuşur. Ləzzətli yeməklər masaya düzüldükcə acından mədəsi fit çalan dostlarımız dinç dayana bilməyib yol üstü nəsə atışdırırdılar. Nəhayət hamı masa arxasına keçdi və məclis başladı. Bəri başdan deyim ki, Nişantaşı ad günü və şad günü keçirmək istəyənlər üçün çox münasib variantdır. İlk dəfədir ad günümü burada keçirdim və nə yalan deyim, yerdən göyə qədər razı qaldım. Qiymətlər normal, şərait və xidmət də yüksək səviyyədə. Adamın üstə Allah var, gərək düzünü deyəsən. Yeməklərdən kabablar əla idi. Qaymaqlı toyuq filesinin isə dadından doymadım. Bax belə düyü ilə servis edilir və çox da ləzzətli hazırlayırlar. Məclis nələrlə yadda qaldı? Kimi öz aləmində foto çəkdirir, balacalar öz dünyasında məni görəcək kameraya əl sallayır. Xəyyam abi isə quzu qovurmanı çörəyin arasına yığıb mədəsinə ötürdükcə xoşbəxtlikdən gözlərinə işıq gəlirdi. Yedik, enerji yığdıq, sonra da başladıq oynamağa. Ömrümün 36-cı yaşını bax belə oynaya-oynaya yola saldıq. Rəsul qaqanın rəqsi də məclisə rəng qatmış oldu və sonda məni heyrətləndirən hədiyyə gəldi. Ağ-qara rənglərə bürünmüş Juventus tortu. Çox möhtəşəm və unudulmaz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.